Salam əziz dostlar. Bu çəkdiyim video Gəncə şəhərindəndir. İsmət Qayıbov küçəsidir. Baxın bu zolaqlara, qırıq-qırıq zolaqlara. Bu qırıq-qırıq zolaqlar tam axıra qədər yol ayrıcısına qədər gedir. Yol ayrıcısından sonra Atatürk prospekti başlayır. Bu da bir sayılı orta məktəbdir. Gəncə əhli bu yeri çox gözəl tanıyır. Mənə burada 100 manat 3 bal cərimə gəlibdi. Adı da maddə də qoyulub ki, mən əks istiqamətə keçmişəm. Qardaşım, əks istiqamətə mən burada necə keçmişəm? Burada əgər mən əks istiqamətə keçsəydim, qardaş, burada üfüqi zolaq olmalıdır. Hər hansı bir müəyyən nişanlanma olmalıdır ki, yuxarıdan gələn nəqliyyat vasitəsinin sürücüsü bilməlidir ki, sən əks istiqamətə girirsən. Nə üfüqi xətlənmə var, iki zolaqdan ibarət. Bir dənə qutucuqdur burada. Qutucuğun xətti gedir 15 metr uzunluğunda. Maşınların axını gəlib orada dayananda da ümumiyyətcə o da görünmür. Bu da yol ayrıcısıdır. Yol ayrıcısından sonra Atatürk prospekti başlayır. Mən getdim Gəncə şəhər Dövlət Yol Polisi şöbəsinə, fikrimi bildirdim, iradımı bildirdim. Onlar mənim iradımı, bəli, haqlı məni çıxartdılar. Dedilər, siz düz deyirsiniz. Biz deyir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə dəfələrlə müraciət etmişik ki, orada üfüqi xətlənmə olmalıdır, orada yol nişanı olmalıdır. Hələ də bir xəbər yoxdur. Buradan görürsünüz, bax buradan zolaq tərəfdən yuxarıdan gələn maşın gəlir sağa dönmək istəyir. Hətta o sürücülərdən dəfələrlə şikayətlər gəlib ki, biz sağa dönəndə qarşımızda nəqliyyat vasitəsini görürük. Yəni Yerüstü Nəqliyyat Agentliyi zəmin yaradır ki, orada nəqliyyat hadisələri baş versin. Yəni bu qədər vətəndaşın haqqına girmək olarmı? Hüququnu pozmaq olarmı? 100 manatlar, görün nə qədər 100 manatlar yazılır bu vətəndaşlara. Yəni bu qədər bu dərəcədə biabırçılıq olarmı? Bu tələdir, bunu bilərəkdən edirlər, yoxsa savadsızlıqdan bu irəli gəlir? Mən başa düşə bilmirəm.